Kəlbəcər, çay üstündə qala, ən qədim insan məskənlərindən biri. 6000 yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələrinin aşkarlandığı ərazi. Kəlbəcər əlverişli təbiətinə görə daim Ermənistanın diqqətində olub. 1-ci Qarabağ müharibəsi başlayandan bəri rayona ara-ara hücumlar edilirdi. 1990-cı il iyulun 11-də erməni separatçıları Tərtər Kəlbəcər sərnişin avtobusunu partlatdı. Bu terror nəticəsində 14 nəfər həlak oldu. Elə bundan sonra ermənilərin rayona hücumları daha da artdı. 1992-ci il aprelin 8-də Kəlbəcərin Ağdaban kəndi işğal olundu. 39 sakin öldürüldü. 5 nəfər girov götürüldü. Ağdərənin işğalı isə ermənilərin Kəlbəcəri ələ keçirməsinə şərait yaratdı. Çünki rayonu qoruyan briqada blokada vəziyyətində qalmışdı. 1993-cü ildə artıq ermənilər 4 istiqamətdən Kəlbəcərə hücuma hazırlaşırdılar. Martın 30-u Bakı əhalinin köçürülməsinə dair qərar verdi. Təxliyə prosesinə rayonun özünü müdafiə taborunun əskərləri də cəlb olundular. Nəticədə onlar döyüşlərdə iştirak edə bilmədilər. Rayon boşaldıqca ermənilər daha çox ərazi ələ keçirdilər. Aprelin 2-sində isə Kəlbəcər işğal edildi. Qarabağdan Ermənistana uzanan ərazi ələ keçirildi. Ömər aşırımından keçməyə çalışan sakinlərin bir çoxu donaraq öldülər. 53.340 nəfər doğma torpaqlarından qovuldu. 511 dinc sakin öldürüldü. 321 nəfər isə əsir və itkin düşdü. Yaralıları daşıyan 4008 helikopteri qəzaya uğradı. Helikopterlərdən sonuncusunu isə ermənilər vurdu. Kəlbəcərin işğalı ilə bağlı Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul etdi. Hələ ordumuz tam formalaşmayanda biz Kəlbəcər uğrunda çox ağır döyüşlər aparmağa məcbur olduq. Mən yaxşı xatırlayıram ki, Murovdağ istiqamətində, sonra Yanşaq istiqamətində bizim o vaxt qəhrəman döyüşçülərimiz çox böyük fədakarlıq nümayiş etdirdilər. Qüvvələr nisbəti bərabər olmasa da, amma biz bacardığımızı elədik. Ermənistan təkcə bununla yetinmədi. İşğal illəri ərzində rayonun sərvətləri talandı. Dağlar qoynunda yerləşən bu ərazi ermənilərin istismarına məruz qaldı. Ermənistan illərlə Söyüdlü, Ağduzdağ və Tutxun qızıl yataqlarından qanunsuz şəkildə istifadə etdi. 2002-ci ildən Kəlbəcərin Qızılbulaq mis qızıl yatağı qanunsuz olaraq istismar olundu. Qiymətli ağaclara sahib meşələr, istisu bulağı tarmar olundu. Bundan başqa Birləşmiş Millətlər Təşkilatının qətnaməsinə baxmayaraq 1999-cu ildən Kəlbəcərdə ermənilərin məskunlaşdırılmasına başlanıldı. 2020-ci il sentyabrın 27-sində isə vəziyyət dəyişdi. Azərbaycan ordusu tarixi torpaqlarını işğalçılardan təmizləmək üçün şanlı bir yola çıxdı. Tezliklə Murov zirvəsi azad olundu. Beləcə, Vardeniz-Ağdərə yoluna nəzarət bərpa edildi. Həmin müddətdə Göygöl Kəlbəcər istiqamətində də döyüşlər gedirdi. Cəbhənin cənubunda erməni müdafiə xəttinin yarılması və Şuşanın azad olunması Ermənistana təslim olmağa məcbur etdi. Kəlbəcəri işğal etmək fikrində olan Ermənistan və ona havadarlıq edənlərin konkret məqsədi var idi. Yəni oradan Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni hədəfə almışdılar. Gəncə və Gəncəbasar bölgəsini hədəfə almışdılar. Amma şükürlər olsun ki, biz əlimizdən gələni etdik və düşmənə də orada sarsıdıcı zərbələr vurduq. Kəlbəcər ərazisi minlərlə, bir neçə min erməni və muzlular üçün bir məzarlığa çevrildi. Və onlar Kəlbəcər, yəni dağlıq şəraiti çox sərt iqlimi olan bir bölgədə layiq olduğu cəzanı aldılar. Noyabrın 10-da isə Ermənistan kapitulyasiya aktını imzaladı. Sənədin 6-cı maddəsi Kəlbəcərlə bağlı idi. Ermənistan bölmələri ilk olaraq bu rayonu boşaltmalı idi və onlara bunu həyata keçirmək üçün 5 gün vaxt verildi. Bakının humanistliyi nəticəsində ərazinin böyüklüyü və orada yaşayan ermənilərin evakuasiyası çətin olduğundan onlara İrəvanın müraciəti əsasında əlavə 10 gündə verildi. Noyabrın 25-i Kəlbəcər Azərbaycana qaytarıldı. Lakin ermənilər rayonu tərk etdikcə evləri yandırıb gedirdilər. Erməni vəhşiliyi əməlləridir bu bunlar. Şəhər tamamilə ermənilər tərəfindən dağıdılmışdı. Baxın görün. Erməni vəhşiləri Kəlbəcəri də dağıdıblar. Başqa şəhər və kəndlərimiz kimi. Artıq 5 ildir ki, Kəlbəcərdə quruculuq işləri aparılır. Toğanalı Kəlbəcər İstisu avtomobil yolunun tikintisi 87% icra edilib. 2021-ci il avqustun 16-sında Prezident İlham Əliyev yolun üzərində inşa olunacaq tunelin əsasını qoydu.
Bundan başqa, su qovuşan Sərsəng su anbarı, Qozlu körpü Kəlbəcər avtomobil yolunun tikintisi davam etdirilir. Bu, bölgənin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq əsas infrastruktur layihələrindən biridir. Kəlbəcər-Laçın avtomobil yollarının inşası da bu qəbildəndir. Bu yol rayon mərkəzinə və Laçın beynəlxalq hava limanına rahat gediş-gəlişi təmin edəcək. 2024-cü ildə sentyabrın 2-sində Prezident İlham Əliyev İstisu yarım stansiyasının açılışında iştirak etdi. Eyni zamanda İstisu mineral suyu yenidən istehsal edilir. Kəlbəcər yaşıl enerji zonasına çevrilir. Kəlbəcər 1, Çıraq 1, Çıraq 2, Qamışlı, Soyuqbulaq, Meydan kiçik su elektrik stansiyaları fəaliyyətə başladı. 2024-cü ildə isə Yuxarı Vəng su elektrik stansiyası və Zar kiçik su elektrik stansiyası istifadəyə verildi. Qeyd edək ki, Yuxarı Vəng su elektrik stansiyası regionda yaradılan ən böyük yaşıl enerji mənbəyidir. Burada istehsal edilən yaşıl enerji növbəti 5 il ərzində Kəlbəcərin elektrik enerjisi tələbatını tam ödəyə bilər. Bundan başqa 524 ailəlik yaşayış kompleksi də layihəyə daxildir. Kəlbəcərin işğal olunması ilə Azərbaycan Respublikası böyük strateji üstünlüyü itirmiş oldu. Yəni Kəlbəcəri işğal edən düşmən həm o zamanki Qarabağla əlaqəni daha da möhkəmləndirdi, oradan silah, sursat və sair daşımaları sürətləndirdi. Eyni zamanda da oranın təbii sərvətlərinə sahib olmuşdu. Azərbaycanın bir güllə atmadan Kəlbəcəri işğaldan azad etməyə Ermənistanı məcbur etməsi, ölkəmizin böyük hərbi siyasi qələbəsi, beynəlxalq hüququn BMT Təhlükəsizlik Şurasının 822 sayılı qətnaməsinin timsalında böyük təntənəsi sayılmalıdır. Kəlbəcərin azad edilməsi Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 822 sayılı qətnaməsinin icrası deməkdir. Artıq sakinlərin torpaqlarına qayıdış prosesi də başlayıb. Birinci mərhələdə 201, ikinci mərhələdə isə 323 ailənin yerləşdirilməsi nəzərdə tutulur. Ərazidə parklar, sosial obyekt və istirahət zonalar yaradılır. 2025-ci il avqustun 21-də Prezident İlham Əliyev 20 ailəyə mənzil açarlarını təqdim edib. Bugünə qədər Kəlbəcərə ümumilikdə 81 ailə köçürülüb. Bugün Kəlbəcər azaddır. Heç bir təbii sərvəti talan edilmir. Torpağında işğalçılardan əsər əlamət yoxdur.